Salam dostlar, axşamınız xeyir olsun. Biz axırıncı dərsimizdə qalmışdıq, Calculated Item hissəsində qalmışdıq. Bu dərsimizdə isə Solve Order hissəsini keçəcəm. Solve Order, Calculated Item əsasında işləyən bir menyudur. Gəlin belə bir iş görək. Biz doktorantura və daha doğrusu magistratura və ilkin peşə təhsillərindən cəmindən ibarət olan bir Calculated Field Item düzəldək. Məqsədimiz odur ki, magistratura təhsili işçilərin aldığı əmək haqqı ilə ilkin peşə təhsili işçilərin aldığı əmək haqqını bir itemda cəmləyək. Gəlirəm Calculated Item hissəsinə və yazıram. İlkin peşə altdan xətt olsun magistratura. Və add deyirəm. Üzr istəyirəm, mən buradan düzgün eləmədim çünki formula hissəsini yazmamışam. Bura düşmədi. Baxın, biz yaranmış bir Calculated Item silmək üçün gəlirəm Solve Order hissəsinə və burada həmin itemi silirəm. Silim, yenidən yazıram. Gəldim Calculated Item və yazıram magistratura altdan xətt ilkin peşə və gəldim. Burada yazıram magistratura plus ilkin peşə və OK düyməsini tıklayaq. Magistratura və ilkin peşə təhsillərinin məlumatlarında cəmlənməsini burada görmüş olduq. Və biz istəsək ki, bu məlumatları da filiallar üzrə görək. Gəlib filial sütununu burada gəlin əvvəlcə filtrdən çıxardaq. Atıram sütuna. Belə bir cədvəl alınmış oldu. Əgər sağa doğru gedəriksə, baxarıq ki, məlumat bazamız həddindən artıq çoxdur. Bunun üçün gəlin bir filtrasiya eləyək filiallar üzrə. Deyək ki, biz burada seçəcəyik Ağdaş, Ağsu, Beyləqan, Füzuli və OK düyməsini tıklayaq. Belə bir məlumat bazasının alındığını görərik. Deməli, magistratura və ilkin peşədə bu ikisini cəmlənmişik. 2 18000 edib və mənə lazımdır ki, digər filddə sütunlar üzrə Ağdaşdan Ağsunun fərqini çıxım. Və gəlirəm Calculated Item hissəsinə uyğun olaraq yazıram. Ağdaş, Ağsu fərqi. Bu adda yazıram. Fərqi yazıram. Ağdaş minus Ağsu. Və OK düyməsini tıklayıram. Bu ikisinin də fərqini baxın. Bu filddə görmüş olduq. 632 çıx 593 1242-dən 700 çıxır 543. Amma baxın, eyni zamanda da götürüb magistraturada magistratura və ilkin peşə təhsilindən bir-birindən fərqini çıxıb alıb bu rəqəmi 635. Amma mənə lazımdır ki, bu iki fərqin cəmini göstərək. Yəni, fikir versəniz, bura gəlirəm. Burada yazılır magistratura plus ilkin təhsil, amma sağa doğru gəlirəm yazılıb ki, Ağdaş minus Ağsu. Deməli, bu iki əməliyyat yerinə yetirilib, bir toplama əməliyyatı yerinə yetirilib, bir də minus fərq əməliyyatı yerinə yetirilib. Mən gəlib Solve Order hissəsində burada seçə bilərəm ki, hansı əməliyyat birinci olsun. Bax, fikir verirsə, birinci cəmləməni həyata keçirib, ikinci fərqi həyata keçirdiyinə görə bu məlumat fərq olaraq öz əksini tapıb, yəni 635. Mənə lazımdır ki, bu ikisini cəmləsin. 93 plus 542. Onda gəlirəm. Deyirəm, bu əməliyyatı ən axırda hesablasın. Və close deyirəm. Fikir versək, magistratura və ilkin peşə oldu. Gəlin, refresh edəyək. Bu şəkildə bu fildin məlumatlarını görmüş olduq. Baxın, bu ikisini cəmlənmiş oldu. Deməli, düzdür, burada məlumatlar eyni oldu deyə tam fərq eləmədi. Amma məntiq ondan ibarətdir ki, biz alqoritmanın hansı pilləsini necə olmasını buradan tənzimləyə bilərik. Bu dərsimizdə bu qədər. Baxaq, buradan magistratura ilkin peşə Ağdaş fərqi. Baxın, özünə bir Calculated Field düzəltdi, əlavə eləmiş oldu. Bununla da biz Solve Order hissəsini keçmiş olduq.
List formulası hissəsindən də baxsaq, bizim yazdığımız formulaların bir siyahısı çıxır. Həmin hissədə də biz formulalarımızı, pivotda yazdığımız formulaları görə bilərik. Hələlik.